olmasın, ingilis olsun, kim olsun, həmişə qapımız açıq olubdur. Əsas odur ki, ziyanını görməyək qızım. Əsas odur bizə bir xeyir olsun, ziyan olmaz. Dərindən də bilmirəm niyə gəlirlər, məqsədlər nədir, turistlər, ya belə bir məqsədli gəlirlər. Əgər bir pis niyyətləri yoxsa, lap yaxşı. Pis niyyətləri varsa, çıxarından olsunlar. Baxırır, ərəb nə üçün gəlir? Məncə, normal istirahət üçün gəlirsə, normaldır. Yəni, normal istirahət üçün ailəsi ilə gəlirsə belə, normal. Maşın sürmələrinə pis baxıram, çünki ərəblər meyillidirlər sürətli maşın sürmək. Necə deyim, avtoşluq deyirlər də. Onlara meyillidirlər, bizim cavan oğlanlar da onlara baxıb belə şeylərə meyilli olurlar. Ona görə mən də pis baxaram. Yaxşı baxaram, necə? İstəyərəm gəlsinlər, qoy yaxşı bir şeylə nümunə olsunlar. Ancaq elə yaxşı bir şey olmayacaqsa ki, olmasa daha yaxşıdır. Dünyada Müslüman aleminin en nahlet milleti Araplardır, galleş. Çünkü biz Türk'ük, bizi onlar Osmanlı'yı arkasından hançerlediler. Onların dostluğu olmaz, onların menfaat, çıkar, saltanat, başka bir şeylikleri yok. Ama biz Türk'ük, siz de Türksünüz. Türk'ün Türk'ten başka dostu yok. Ərəblərin Azərbaycana gəlişi, Azərbaycana investisiya axını eləyəcək. Yəni, gəlməsin yaxşıdır, amma nə bilim, məncə gələn turistləri də elə bir şəkildə qarşılamaq lazımdır ki, istər qiymət baxımından, istər ölkə baxımından da bu davamlı olsun, yəni qısa müddətli olmasın. Məsələn, Avropa oyununa görə gələn turistlər məlum ki, Avropa oyununa gəlir də, amma biz onu yüksək qiymətlərlə, aşağı keyfiyyətlə qarşılasaq, ola bir də gəlməyəcək Azərbaycana. Yəni, ümumilikdə gəlmələri müsbətdir, amma davamlıdırmı, yoxsa yox, bunu fikirləşmək lazımdır. Əxlaq problemi yaratması, yəqin ki, bizim qanunların boşluğundan irəli gəlir. Yəni, əgər biz müəyyən mənada bu sahədə ciddi olsaq, istər qanunlar baxımından, istər cəmiyyətin reaksiyası baxımından, bu, yəni, niyə problem olsun ki? Olumlu yönde soracak olursak, eğer iş için geliyorlarsa belki buranın işle alakalı ünsiyetlerini kaldırabilir, yukarı seviyeye taşıyabilir. Olumsuz yönleri ise her zamankisi gibi eğlenceyi çok seviyorlar. Türkiye'de de bu böyle. Yani ben biraz kişisel olacak ama kişisel olarak da pek sevmiyorum. Pis baxmırıq da biz onların gəlməsinə. Sizcə yaxşı cəhətlər nədən ibarətdir? Yaxşı cəhətlər Respublikanın inkişafıdır, maddi cəhətlər çoxdur onların gəlməsin Respublikaya. Turist kimi gəlir, düz turist kimi gəlir, Azərbaycana xeyir verir. Amma baxsız, mədəniyyəti pozmaq cəhətdən baxanda birinci öz millətimizə baxaq, görün necədirlər. Yəni, ən azından heç bizim millət onlardan geri qalmır. Baxanda şəhərdə çıxırsan, görürsən də hamısı, məsələn, qızların geyimindir, hərəkətlərindir. Düzdür, onlar da elədir, çirkli millətdir, onlar haqqında məlumatım var. Amma ən azından bu sual verin, birinci öz millətimizə baxaq sonra. Öz millətimiz onların heç də geri qalmır. Çox pis. Səbəblər? Səbəblər elə biri sosial şəbəkədə olan, Instagramda olan videolar görürəm, ərəb kişilərlə qızlarımızın münasibətinə. Ona görə pis baxıram. Şəxsən cavan gəlinlərimiz, qızlarımızın çoxsu yoldan çıxır o şeylərə görə. Ona görə də pis baxıram. İnkişaf etmiş ölkələrə hər bir ölkədən gələ bilər, o cümlədən də ərəblər. Ərəblər gəlib burada bizə maneçilik nə edirlər? Gəlirlərsə bizim ölkəmizə gəlib ya iş qururlar, ya yaşayırlar, ya turist kimi gəlirlərsə, burada ölkə inkişafına xeyri var. Başqa səbəbləri də ki, onların gəlib getməsinə emiqrasiya slujbası baxır, bizim təhlükəsizlik olanlar nəzər edir. İki cür ola bilər münasibətim. Birinci ona görədir ki, ərəblər belə pis çıxmasın, Azərbaycanı işğal eləməsinlər, yəni yaxşı mənada sözüm bu. Yəni ki, özləri onların məqsədi var ki, onlar ticarət üçün və yaxud da hər hansı bir biznes üçün gələ bilərlər. Amma belə
İkinci dərəcə baxışım ondan ibarətdir ki, yəni onlar gəlib bizim Azərbaycan ərazimizdə torpaqlarımızı alıb burada yaşayıb daimi məskunlaşmaq, o da belə baxanda pis bir şey deyil, amma ki, yəni necə deyim, öz millətimiz biz bir-birimizə başa düşürük, yəni yaxşı olar ki, elə biz o qalaq da bu Azərbaycan, yəni başqa millətin bura gəlmə hardasa belə baxıram ki, uyğundur. Ərəblərin Azərbaycana gəlməyinə, yəni bu turistik məqsədi ilə belə normal baxılır. Sadəcə olaraq bu Facebookda, digər sosial şəbəkələrdə də rast gəlirik. Bu sosial şəbəkələrdə də rast gəlinir, yəni bəzi sosial şəbəkələrdəki xoşagəlməz hallar olur, onların gəlişi ilə bağlı. Biraz həmin məsələlərə münasibətiniz mən də əlbəttə ki, tənqidi yanaşıram. Yəni digər bir məsələlər olmasa, bu qeyri-etik mənada, yəni başa düşən məsələlər olmasa, əlbəttə ki, ölkəmizdə turizmin inkişafı baxımından normal baxılır.